Bugün də əli boş gəlməmişik. Mövzumuz təzəcə nəşr olunmuş Azərbaycan dövlətçilik tarixində qəhrəmanlıq dastanı monoqrafiyasıdır. Verilişin qonağı isə müəllif, hörmətli fəlsəfə doktoru Faiq Qarayevdir. Faiq müəllim, xoş gördük. Xoş gördük, hörmətli qoruğumuz müəllim. Faiq müəllim, sizin dastan anlayışına, onun tərifinə tam fərqli bir yanaşmanız var. Ümumiyyətlə, dastan nədir və necə izah olunmalıdır? Azərbaycanın dövlətçilik tarixində ümumiyyətlə qəhrəmanlıq dastanları çox olub. İlk qəhrəmanlıq dastanı 5000 il bundan əvvəl Bilqamusla bağlıdır, olan dastandır və yazılı dastandır. Dastan nədir? Ümumiyyətlə, dastan insan fərdinə, cəmiyyətə, dövlətə, dövlətin başçısına və onun rəhbərlik etdiyi siyasi rejimə münasibətdə ümumi mənafi əleyhinə yönəlmiş problemin həllinin nəticəsinə dair yazılmış əsərdir. Əgər dastan digər əsərlərdən ən çox fərqləndirən amillərdən birisi odur ki, dastanda deməli, mövcud problem öz həllinin nəticəsini tapmalıdır. 2020-ci ildə ki, biz artıq deməli, Azərbaycan cəmiyyətində mövcud olan böyük bir problemin həllini qələbə nəticəsi ilə əldə etdik. Bu artıq dastanın yazılmasına və dastan bitdi. Dastan Azərbaycanın, mənim qələm aldığım Azərbaycanın dövlətçilik tarixində dastanın 200 illik prosesdən, vaxtdan sonra meydana gələn dastandır. Yəni 1805, 1813, 1828-ci illər Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələrindən sonra artıq dastan orada başladı. Ermənilərin Azərbaycana axını. Bununla da Azərbaycanda yeni bir problemin baş verməsinə bunlar səbəb oldu. Bununla da bu 200 ilə yaxın bir tarixi dövr əhatə etdi. Və nəhayət 90-cı illərdən başlanaraq Azərbaycanın işğalına başladı. İşğal təkcə o demək deyil ki, torpaqların işğalı, torpağın yeraltı, yerüstü sərvətlərin işğalı, xeyr, təkcə bundan kifayətlənmir. Ən ağrı odur ki, o ərazidə yaşayan xalqın, milləti cəmiyyət formasından işğal kütlə formasına çevirir. Faiq müəllim, çox sağ olun. Çox ciddi fikirlərdir. Alışmadığımız ənənəvi dastan izahından xeyli geniş, fərqli izahlardır və yetərincə diqqəti cəlb edir. Mən bu işlərə görə sizə əlbəttə ki, dərin təşəkkürümü bildirirəm. Apardığınız tədqiqatların nəticəsində belə bir qərara gəlmişsiniz ki, türk xalqlarının dastanları ilk olaraq yazılı formada yaranıb. Daha sonra şifahi şəkildə o daha geniş areala yayılıb. Bunu biraz dərin, geniş izah edəsiniz. Hörmətli Qoruqmaz müəllim, deməli, ümumiyyətlə türk dilli xalqlarda dastanın yaranması təxminən bizim eradan əvvəl 3-cü minilliyin əvvəlində bilirsiniz, ilk dastan dövlətlə bağlı olub. Yəni, bu nə deməkdir? Deməli, ilk dünya düzənində ilk dövlət yarananda, bu da deməli, proto-dövlətdən dövlətə keçiddə 1000 illərlə biz o xalq, o dövrün müasir olmuş insanlar əziyyət çəkirlər. Yəni, birinci cəmiyyətin formalaşması. Cəmiyyət ümumiyyətlə 100 min nəfərdə, 10 milyon nəfərdə bir yerə yığıla bilir, bu kütlədir, bu cəmiyyət deyil. Cəmiyyətin özünün yaranması, kütlədən cəmiyyətə keçidin özünün yaranması, bu tarixi bir prosesdir. Bu tarixi prosesdə biz cəmiyyət deyəndə nə nəzərdə tuturuq? Bizim hörmətli Karl Marx deyirdi ki, cəmiyyət deyəndə biz cəmiyyət təkcə fərdlərdən ibarət deyil. O əlaqə və münasibətlərin elə cəmidir ki, orada insanların biri digərinə qarşı dayanır. Cəmiyyət, ona biz cəmiyyət deyirik ki, o sferalar üzrə formulaşır. Məsələn, cəmiyyətin iqtisadi sferası, siyasi sferası, mənəvi sferası, hüquqi sferası və s. Deməli, ilk dövlət yarananda dövlət artıq elə bil ki, o cəmiyyətin formalaşmasının nəticəsi kimi yarandı. Və nəticə onu da yaradan tarixi şəxsiyyət Bilqamus oldu. Və ona görə də o dastanın adını qoydular Bilqamus dastanı. Yəni, dövlət yarandı. Ona görə də bəli, bax, bunun tarixi 5000 ildir və yazılı formada yarandı. Yox, gil lövhələr tapılan gil lövhələr. Və biz bunu artıq, deməli, Britaniyanın muzeyində gil lövhələr üzərində bugün artıq o dastanın yazılı formada olmasını artıq sübut edən çox mühüm faktlar var. Və bu da bizə tam əsas verir ki, bəli, ilk dastanımız yazılı formada olur. Bu gəlib 2026-cı ilə qədər
Yəni Sasanilərin Azərbaycanı işğal etməsi, Farislərin Azərbaycanı işğal etdiyi dövrə qədər yazılı formada olub. Və ondan sonra işğaldan sonra 1795 il şifahi formada artıq Azərbaycanda dastan şifahi xalq ədəbiyyat formasına keçib. Dastan o nəsnədir ki, həm milli ruha təsir edir, həm də milli ruhun təsirinə məruz qalır. Xahiş edirəm yenə bunu biraz aydınlaşdıraq. Bilirsiniz, dastan milli ruhun birbaşa predmetindədir. Dastanı yazmaq o demək deyil, əgər bir insan götürsün dastan yazsın. Bilirsən, milli urxda yetişməlidir dastan. Problemi milli urx aradan qaldırmalıdır. Necə ki, qaldırdı. Necə ki, qaldırdı. Misal üçün, mən buna bir misal deyirəm. Cənab Prezident müharibə gedə-gedə dastanda öz əksini tapıb. Məsələn, göstəriş verir siyasi rejimin üzvlərinə. Bir göstəriş verir. Milli urx budur. Siyasi rejim artıq ona hazır olur. Milli urux özlüyündə o xəstəliyi bədəndən çıxartmaq istəyir. Və çıxardır da. Və nəticəni də vurur. Dastan bitirir. İndi bundan sonra nə qədər istəsək dastan ya, bəlkə də 100 il, 1000 illərdən sonra bundan sonra dastanın yazılması mümkün olmayacaq. Çünki yazılan nağıl olacaq. Artıq nəticə var. Nəticə var. Təşəkkürlər Faiq Çünki müəllim. nəyə görə? İlk dastan, Bilqamız dastan və digər dastanlar bunun nəticəsinə görə yazılıb. Faiq müəllim, çox sağ olun. Minnətdar əməklərimiz, bəli, biz fəlsəfə doktoru Faiq Qarayevlə Azərbaycan dövlətçilik tarixində qəhrəmanlıq dastanı ətrafında bir söhbət aparırıq. Müəllif bizimlədir. Bir daha mən minnətdarlığımı bildirirəm dəyərli fikirlərini bizlə bölüşdüyünə görə. Və növbəti ifaya keçid alırıq. Buyursun Usta sənətkar Aşıq Qələndər Zeynalov və Aşıq Anar Gədəbəyli Balabanda müşayiət edir Mehman Qazaxlı. Dövran elə gəldi ki, deyərlər. Səvərlər, bəli, biz usta sənətkar Qələndər Zeynalov və gənc aşığımız Anar Gədəbəylinin ifasında Göyçəgül havasını eşitdik. Təbii ki, sənətkarlarımıza bir daha təşəkkürümü bildirirəm. Çox maraqlıdır. Dastanda həm arxivdən, tarixdən mənbələr olduğu kimi real faktlar, sənədlər götürülüb, istifadə olunub, həm də bədiilik var. Yarı tarixi, yarı bədii bir dastan monoqrafiyadır. Zəlimxan Yaqubun, Bəxtiyar Vahabzadənin, digər şairlərimizin söz adamlarının şeirlərindən istifadə olunması öncədən nəzərdə tutulmuşdu, yoxsa əsər yazılarkən artıq qərar verdiniz ki, bu şeirlər dastan üçün daha uğurlu olacaq? Bilirsiniz, hörmətli Qorxmaz müəllim, mən onu deyim ki, Azərbaycanın dövlətçilik tarixində ilk dəfə olaraq deməli dastan formasında monoqrafiyanı mən yazdım. Mən indi özümü tərifləmək kimi getmir. Çünki monoqrafiyanın özünün monoqrafik təlimat var. Gedən proseslərə vaxtı ilə məndən əvvəlki, mən indi götürmüşəm bizdə son vaxtlarda, əvvəlki dövrlərdə bizim bu hörmətli şairlərimiz, yazarlarımız öz fikirlərini prosesə uyğun deyib. Ona görə mənim onu vicdanım yol verə bilməz ki, mən yeni şeir yazasın, yeni bu şeir şeirlər yazam, varkən. onu mən çıxardım. Bəli. Bu bilirsən, mən onların ruhum qarşısında cavab verə bilmərəm. Həm də tədqiqatçının işidir. Həm də tədqiqat gedəndə artıq mən kifayətlənmişəm ki, məsələn, rəhmətli Zəlimxan Yaquba kifayətlənim, Bəxtiyar Vahabzadə ilə kifayətlənim, rəhmətli Azaflı Mikail ilə kifayətlənim, rəhmətli Dədə Bəhmandan bunu kifayətlənim. Çünki bunlarındır. Çox sağ olun, çox uğurludur, həqiqətən də. Son istərdim ki, sizin sənətkərlər haqda fikrinizi eşidək. Aşıqlarımız bugün necə çıxış edirlər? Arzuladığınız dastan təqdimatı onların timsalında özünü bizə verir. Mən bütün aşıqlarımıza və şəxsən hamımıza minnətdarlığımı bildirirəm. Bəli, orada ifa olunan şeirlər hamısı aşıq sənətində, aşıq saz havaları altında verildi və bizim o saz havalarını yaradan aşıqlarımızın ruhunu şad elədilər. Nə gözəldir. Deyərdim ki, rəşadətli Azərbaycan ordusunun əskərləri haqda, zabitləri haqda danışaq bir neçə kəlmə. Bu dastanın yaranmasında təbii ki, onların böyük şücaəti olub və sizi təsirləndirən də məhz o ordumuzun yenilməzliyi olub. Cənab Prezident dastanda öz əskərlərinə deyir, Zəngəzurum alınmalı, Zəngilana qoşulmalı, böyük dəhliz qurulmalı, Naxçıvanım azad olsun. Əskərlərim türk soylu, palıt köklü çınar boylu, əllərində ay ulduzlu bayrağımız azad olsun. Nə gözəl. Təşəkkür edirəm. Doğrudan çox böyük ülvi hisslərdir və şükürlər ki, böyük bir nəticə əldə olundu və bugün bütün bu elmi əsərlər, digər yaradıcılıq nümunələri məhz o zəfərin təsirindən doğulan əsərlərdir. Həmçinin də sizin o alim düşüncənizi, alim təfəkkürünüzü işə salan da bu kitabın ərsəyə gəlməsi də məhz o zəfərdən doğub, Cənab Prezidentin müdrik siyasəti nəticəsində əldə olunan qələbənin
xalqımıza bir töhfəsidir. Cənab Prezident belə bir sözlə işlədir. Qorxmaz müəllim deyir, dastanda deyir. Deyir, Qarabağa işıq verin, o zülmətdən azad olsun. 30 ilin girovundan, dəhşətindən azad olsun. Və azad da oldu. Və azad da oldu. Çox sağ olun. Hörmətli Qorxmaz müəllim, müdriklik anlayışı ümumiyyətlə dünya düzənində sivilizasiyalarla bağlı olan və onların mahiyyəti ilə eyniyyətdə olan bir müəyyənlikdir. Müdriklik anlayışını ilk dəfə olaraq bizim eradan əvvəl 6-cı əsrin ikinci yarısında qədim Yunan filosofu Pifaqor gətirib. Bu anlayışı elmi dövrüyə. Pifaqordan sonra Heraklit, o da qədim Yunan filosofudur, müdriklik anlayışını sistemləşdirilib. Yenə qədim Yunan filosofu Platon müdriklik anlayışını əbədiləşdirib, onu intibahlaşdırıb. Və Heraklit belə tərif edir. Çox təəssüf ki, Pifaqor bunu gətirsə də, Pifaqorun verdiyi tərif bizə gəlib çatmamışdır. Rəhmətli Heraklit deyirdi ki, müdriklik həqiqəti danışmaq, demək, söyləmək, təbiətin səsini eşitmək və o istiqamətdə hərəkət etmək deməkdir. Sonra qədim Yunan filosofu Aristotel deyirdi ki, müdriklik məsuliyyətsiz çağırışlardan azad olmuş ağıldır. Yəni o ağıl ki, o birbaşa şəxsiyyətə bağlıdır. Azərbaycan Respublikasının prezidenti hörmətli İlham Heydəroğlu Əliyev Azərbaycanın işğal olunmuş ərazisini erməni mafiyasından azad edərkən həm bir prezident kimi, həm silahlı qüvvələrin ali başkomandanı kimi və eyni zamanda müdrik bir alim kimi bu işin öhdəsindən gəldi. Bu müdriklik də onun şəxsiyyətini tarixi şəxsiyyətə gətirib çıxartdı. Belə deyirlər, şəxsiyyət sosial keyfiyyətlər konkret fəaliyyət sahəsində, sosial keyfiyyətlər aspektində formalaşmış insan fərdinə deyilir. Amma çox təəssüflər olsun ki, fəlsəfi fikir tarixində tarixi şəxsiyyət anlayışına o qədər tərif verilməyib. Bu tərifi biz dastanda vermişik. Tarixi şəxs, yəni Azərbaycan Respublikası prezidentinin subut etdiyi tarixi şəxsiyyət kontekstində vermişik. Deməli, bizim kontekstdə tarixi şəxsiyyət insan fərdinə, bir tərəfdən cəmiyyətə, dövlətə, digər tərəfdən isə Allaha bağlı olan şəxsiyyətdir. Dünya düzənində 200-dən artıq dövlət var və dövlət başçısı var. O dövlət başçılarının içərisində bizim prezident hörmətli İlham Heydəroğlu Əliyev tarixi bir şəxsiyyət kimi qəbul olunur.